Salam. Deməli, coğrafiya 7-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 3 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sualda deyilir: planetlərə aid olan əlamətləri cədvələ yazın deyilir bizə. Deməli, daxili planetlər, xarici planetlər deyilir. Deməli, əlamətlər, daxili planetlər Günəşə daha yaxındırlar, ölçüləri daha kiçikdir və əsasən bərk maddələrdən təşkil olunublar və öz oxları ətrafında daha yavaş fırlanırlar. Xarici planetlər əsasən daha böyükdürlər, əsasən qazlardan təşkil olunublar, Günəşdən daha uzaqdırlar və öz oxları ətrafında daha sürətli fırlanırlar. Deməli, bunlar daxili və xarici planetə aid olan əlamətlərimiz oldu. Yəni, bu əlamətləri bura qeyd etmək olar. İkinci sual deyilir bizə: xəritəyə əsasən 22 dekabrda verilmiş məntəqələrdə hansı fəslin olduğunu müəyyən edin. Baxaq, bizə xəritə verilib. Xəritədə bizə A, B və C məntəqələri verilib. Burada deyilir ki, bizə 22 dekabrda həmin xəritə sxemə əsasən hansı fəslin olduğunu müəyyənləşdirmək lazımdır. Bildiyimiz kimi 22 dekabr tarixində Günəş cənub tropiki üzərində olur. Yəni Günəş şüaları 23,5 cənub enliyinə 90 dərəcə bucaq altına düşür. Deməli, Günəş şüaları cənubda olduğu üçün şimalda yerləşən məntəqələrdə həmin vaxt qış fəsli olur. Yəni, A şimalda olduğu üçün A məntəqəsində qış fəslidir. Sonra B məntəqəsi cənubda yerləşdiyi üçün, Günəş cənubda olduğu üçün B-də yay fəslidir. C-də yenə şimalda olduğu üçün C-də də qış fəsli olacaq. Yəni, A-da qış, B-də yay və C-də qış fəsli olacaq. Sonra A və C məntəqələri arasında olan vaxt fərqini hesablayın deyilir bizə. A və C məntəqələri. Diqqətlə baxsaq görürük ki, A məntəqəsi yerləşir 90 dərəcə qərb uzunluğunda yerləşir A məntəqəsi. B məntəqəsi isə yerləşir 45 dərəcə şərq uzunluğu üzərində yerləşir. A 90 qərb uzunluğundadır, C isə 45 şərq uzunluğunda. Biri qərb, biri şərq uzunluğu olduğu üçün aradakı dərəcə fərqini tapmaq üçün biz bunları toplamalıyıq. Yəni 90 üstə gəlsin 45. Bu da bizə bərabərdir, elədik 135. Deməli, A və C məntəqələri arasında 135 dərəcə fərqi var. İndi biz dərəcəni çevirməliyik dəqiqəyə. Bildiyimiz kimi 1 dərəcə bərabərdir 4 dəqiqəyə. Bizdə də var 135 dərəcə. Deməli, 135-i biz vurmalıyıq 4-ə. Bərabərdir. Yəni, 135 vurulsun 4. Vuraq 135-i 4-ə. Bu da bizə bərabərdir. Elədi 540. Deməli, 540 dəqiqə. 540 dəqiqə də bərabərdir bizim üçün 9 saat. Deməli, A və C məntəqələri arasında 9 saat vaxt fərqi var. 540 dəqiqə və yaxud 9 saat. Yəni, əvvəlcə dərəcə fərqini tapmalıyıq. Sonra həmin dərəcə fərqini biz vurmalıyıq 4-ə. Çünki 1 dərəcə 4 dəqiqəyə bərabərdir. Deməli, 9 saat vaxt fərqi var A və C məntəqələri arasında. Üçüncü sual. Bakının yerli vaxtına əsasən cədvəldə verilmiş şəhərlərin yerli vaxtını hesablayın deyilir bizə. Deməli, Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşir və burada saat 8-dir. Buna əsasən biz Tokyo, Ankara və Vaşinqton şəhərlərində yerli vaxtı hesablamalıyıq. Deməli, Bakı şəhəri 50 şərq uzunluğunda yerləşir, Tokyo 140 şərq uzunluğunda. İkisi də şərq uzunluğu olduğu üçün arasındakı dərəcə fərqini tapmaq üçün biz bir-birindən çıxırıq. Yəni, 140 çıxılsın 50. Yəni, bu da bizə bərabərdir, elədi 90 dərəcə. 90 dərəcə. 90 da bayaq biz elədiyimiz kimi bildik ki, 1 dərəcə 4 dəqiqədir. Yenə biz bunu da vurmalıyıq 4-ə. Bu da bizə bərabərdir eləyir 360 dəqiqə. 360 dəqiqə də bərabərdir 6 saat. Deməli, Bakı ilə Tokyo şəhəri arasında 6 saat vaxt fərqi var. Tokyo Bakıdan daha şərqdə yerləşdiyi üçün deməli daha irəli olmalıdır. Neçə saat? 6 saat irəli olmalıdır. Deməli, Bakıda 8:00-dırsa, deməli, həmin vaxt Tokyoda ondan 6 saat irəli. Yəni, 8 üstəgəlsin 6, 14:00 olacaq. Sonra Ankara şəhəri yerləşir 33 şərq uzunluğunda. Yenə ikisi də şərq olduğu üçün biz çıxırıq. 50 çıxılsın 33. Bu da bizə bərabərdir eləyir
17 dərəcə. Həmçinin biz 17-ni yenidən vurmalıyıq 4-ə. 17 vur 4 bərabərdir 40, o da 68 dəqiqə eləyir. 68 dəqiqədə bərabərdir 1 saat 8 dəqiqə. 1 saat 8 dəqiqəyə bərabərdir. Deməli, Ankara Bakıya nisbətən qərqdə yerləşdiyi üçün deməli 1 saat 8 dəqiqə ondan geri olacaq. Deməli, Bakıda 8:00-dırsa, həmin vaxt Ankarada ondan 1 saat 8 dəqiqə geri, yəni 06:52 olacaq. Yəni 1 saat 8 dəqiqə geri. Ankarada 06:52 olacaq. İndi Vaşinqtonu hesablayaq biz. Vaşinqton, Bakı yerləşir 50 şərq uzunluğunda, Vaşinqton 77 qərb uzunluğunda. Bir şərq, bir qərb olduğu üçün biz onları toplamalıyıq. 50 üstə gəlsin 77. 50 üstə gəl 77 bu bərabərdir bizim üçün 127 dərəcəyə bərabərdir. 127 dərəcəni də biz vurmalıyıq. Yenə də 4-ə 127 vurulsun 4. Bunu hesablayaq biz. 127 vurulsun 4. Bu da bizə bərabərdir elədi 508. Deməli 508 dəqiqə vaxt fərqi var Vaşinqtonla Bakı arasında. Bunu da biz saata çevirsək 508 dəqiqə bərabərdir 8 saat 28 dəqiqə. 8 saat 28 dəqiqə. Deməli, Bakıdan qərqdə yerləşdiyi üçün deməli, geri olmalıdır. 8 saat 28 dəqiqə geri. Deməli, 8-dən 8 çıxaq artıq 0,28 eləyir. 28-i çıxanda artıq 23:32 olacaq saat. Saat 23:32 olacaq. Yəni, 1 sutka geriyə düşdük. Saat 12-dən geriyə düşdük. Bakıda həmin vaxt saat 8:00 idi. Həmin vaxt Vaşinqtonda 8 saat 28 dəqiqə ondan geri olmalıdır. 8 saat 28 dəqiqədə 8:00-dan geriyə 23 saat 23:32 eləyir. Sonra növbəti sual, 4-cü suala baxaq. Səhv fikirləri düzəldin deyilir bizə. A fikrində deyilir ki, günəş şüaları 30 dərəcə enlikdə zenitdə olur. Deməli, günəş şüaları 30 dərəcə enliklərdə zenitdə ola bilməz. Günəş şüaları 23,5 dərəcə maksimum 23,5 dərəcə enliklərdə günəş zenitdə ola bilər. Sonra yer öz oxu ətrafında 365 günə tam dövr edir deyir bizə. Yer öz oxu ətrafında tam dövrəni 365 günə yox. Yer öz oxu tam bir dövrəni 24 saata dövr edir. 24 saata tam dövr edir. Sonra yerin güneşə tərəf meyilli olan orbital hərəkətin asıllı olaraq dəyişmir. Yəni yerin güneşə tərəf meyilli olan orbital hərəkətin asıllı olaraq dəyişmir. Bu da səhv fikirdir. Dəyişmir yox, burada dəyişir olmalıdır. Asıllı olaraq dəyişir. 22 dekabrda cənub yarımkürəsində qış fəslidir. 22 dekabrda cənubda qış yox, yay fəslidir. Deməli, burada qışın yerinə yay olmalıdır. Yay fəsli yaşayır 22 dekabrda cənub yarımkürəsində. Həmin əksinə şimal yarımkürəsində isə qış fəslidir. Sonra 5-ci suala baxaq. Yerli vaxt nəyə deyilir? Eyni paralel üzərindəki vaxt, eyni meridian üzərindəki vaxt. Yerli vaxt, eyni meridian üzərindəki vaxtda yerli vaxt deyilir. 6-cı sual. Yer planetinin digər planetlərdən fərqləndirən xüsusiyyətlər. 3 xüsusiyyət lazımdır bizə. Deməli, birinci xüsusiyyət həyatın olduğu yeganə planetdir. İkinci xüsusiyyət deyə bilərik ki, biz atmosfer qatının olduğu yeganə planetdir. Yəni, oksigen olduğu yeganə planetdir deyə bilərik biz bunu. Suyun maye halında olduğu yeganə planetdir. Yəni, bu kimi fikirləri biz buraya qeyd etmək olar. Sonra, günəş hansı məntəqədə zenitdə ola bilər deyilir bizə. Deməli, günəş bildiyimiz kimi 23,5 dərəcəyə qədər zenitdə ola bilər. Deməli, A məntəqəsi yerləşir 80 dərəcə şimal enliyində zenitdə ola bilməz. B məntəqəsi yerləşir təxmini 50 şimal enliyində zenitdə ola bilməz. C məntəqəsi yerləşir 20 şimal enliyində. Deməli, C zenitdə ola bilər.
və D məntəqəsi yerləşir ekvator üzərində 0 dərəcə enlikdə. A-da da günəş zenitdə ola bilər. Deməli, düzgün cavab burada C və A olmalıdır. Deməli, bu bizim üçün coğrafiya 7-ci sinif kiçik su material qiymətləndirmə nömrə 3 oldu.